Hamınıza salamlar dostlar. Bu gün sizlerle birlikte MSI Afterburn işledik. Böndü, burada nədir? Onu işledik. Logosunu ekranda gördünüz. Bu günlərin bu proqramı işleyəcək. Bəli dostlar. İndi ilk olaraq kanala like atıp abone olmayı unutmayın ki, belə videolar daha çox gəlsin. Bəzən yaza bilər ki, bu asandır, bu yükləmək asandır. Yəni Tamam. İnandım tamam. Bəzilərinə görə asan deyil, yəni bilmirlər də. Onlara görə çəkirəm. İlk olaraq Chrome, nə bilim, Microsoft Edge, Opera, Yandex fərqi yoxdur. Mən indi Chrome-a girirəm. Buradan çoxdan məsələn sizə bəlkə bir iki dənədir. Buraya yazıram MSI Afterburn. Afterburn yazdıq. Sonra birinci MSI'ın rəsmi site deyək də, rəsmi sitəsindən olanı tapırıq. Burada 4.6.5 aktiv. Buradan 4.6.5 final olanı basırıq. Burada 4.6.6 betadır. Yəni bunu tövsiyə eləmərəm, çünki bu çox da yaxşı işləyə bilməz. O gələcək zamanlarda bəlkə çıxdı. İndi bunu basırıq bu final olanına bir dəfə. Basdıqdan sonra avtomatik işləməyə başladı. Burada 56.2 megabaytdır. İndi gözləyək, görək nə olur. Bəli dostlar, indi MSI Afterburn yükləndi. İndi mən sizə aydın olmaq üçün ekranı çıxardım. Buradan indiriləməni düşünməm ki. Bunu ekrana aldıqdan sonra belə zip dosyası kimi gəlir, zip. İndi buna 2 dəfə mən basım. Sonra istəsəz mən indi bura çıxardıram onu. Ki rahat olsun. Çıxdı qırağa. Bunu da silək. İndi baxın burada. Buna 2 dəfə basırıq. Bu MSI Afterburn bəzi şeylərdə, YouTuberlərdə görürsünüz də, incələmə kanallarında, kompüterlərdə onu test elədikləri zaman bu yuxarıda, sol yuxarıda bir neçə FPS, CPU-nun işlətməsi, istiliyi zadı ölçür. Buradan mən bunu bu tik var, Norton 360. Bunu qaldırıram. Bu şeydir, elə bir necə deyim sizə, Windows'un o qoruması var ha. Bu da onun kimidir. Amma bu MSI-nin üzərində gəlir, mən bunu istəmirəm. Bir ağlam açmışdım, yəni xoşuma gəlmədi. Bunu bağlayıram. MSI Afterburn təkrar yüklənəcək. Install. Buradan orada icazə istəyəcək. Burada yəni mən türkcəni seçirəm, çünki Azərbaycan yoxdur. Ruscadır. Türkcəni oka basırıq. Sonra iləri. Buradan icazə ver, lisans sözləşməsinin koşullarını qəbul ediyorum, ona basıram. Sonra iləri. Burada bu onsuz da MSI Afterburn açıqdır. Bunu da açıq olmaz. Rivat Tuner Static Server. Bu açıq olmasa işləməyəcək. Bu Riva o qıraqda o göstəriciləri işlədəndir. Yəni göstərəndir də. Onu bu mütləq açıq qalmalıdır. Bağlamayın. Bu açıq qalmalıdır 100%. Sonra ileriyə basırıq. Burada da ileri. Burada təzədən irəli kur yəni. Kura basırıq. Yüklənir, bu tez yüklənir. Yəni kasıb eləməyəcəm, yəni sürətləndirməyəcəm.
Yəni kim qoruma istəyirsə, onun ortanı indirə bilər, amma mən istəmirəm. İndi ekrana bir şey gəlməlidir. Aha, gəldi. İnsə burada bunu seçməliyik. Baxın, gördüyünüz kimi o masa üstünün yuxarı hissəsində göstərib nə üçündür. Buradan ingilisdir, mütləq ingilis dili olmalıdır. İstəsəz rus dilində bilsəz onu da eləyə bilərsiniz. Amma türkcə yoxdur, türk dili yoxdur, Azərbaycan dili yoxdur. Sonra oka basırıq, sonra evet. Buradan next, buradan icazə veririk, sonra next, sonra təzədən next, install. İndi bu da yüklənir, bu da tez yüklənəcək. Bunu ortaya qoymalıyım. Sonra kompüteri sürətləndirmə, kompüterin yaddaşını təmizləmə, ondan sonra nə istəyirsə deyə bilərsiniz. Mən onları sizin üçün izah edərəm tam aydın şəkildə. Məsələn, əgər bunu yükləməsəniz, baxın, bu qurtarmayacaq. İləri eləyəməyəsiniz. Ona görə də bunu yükləməlisiniz. Gözləyək görəlim. Aha. Yükləndi deyəm. Aha, yükləndi. İndi finish. Sonra gəlirik məsələyə. Baxın, açıldı. Sonra bitir. Açılmalı bir görə nə olur? Açılmırsa, yəni 2 dəfə üstünə basın, evet-ə basın. Gördüyünüz kimi açıldı. Ben de yekətmək olmur. İndi baxın, start-up'a basırıq bir dəfə. Məsələn, oyuna zada girirsə, oyuna girdiyiniz vaxtı və burada qıraqda göstərməlidir. Bu başqa şeydir. Hə, dostlar, elə bu qədər. Zəhmət olmasa like atmağı, abunə olmağı unutmayın. Bir də ki, yeni videolar gəlməni istəyirsə, aşağıdan hansı proqramlar istəyirsə, onları da deyə bilərsiniz. Hələlik, sağ olun, salamat qalın.